Salam, axşamınız xeyir olsun əziz izləyicilər. Hamını salamlayırıq. Kanalımıza abunə olmağı unutmayın. Yeni bir oyunla qarşınızdayım. Bugünkü oyunumuz Niva sevərlərə gəlsin. Təzə bir oyun tapmışam. Maşın həvəskarları. Böyüdən balacaya. Vaz həvəskarları yaxın otursun. Möhtəşəm bir oyun tapmışam. Möhtəşəm. Çox asan, çox gözəl bir oyundur. Yəni yeni möhtəşəm, hansı ki, yəni telefona çox qızma verməyən, telefona çox yüklənmə verməyən bir oyunlar tapıram, sizinlə paylaşıram. Yəni ölçüsü çox azdır, 100 megabayt, 98 yoxsa 95 megabaytdır, səhv etmirəmsə. Belə bir gözəl oyundur. Nivamıza baxaq. Deməli, bu oyunda cəmi 3 dənə maşın var. Gördüyünüz kimi Nivadır. 1.7 motor, bir də ki var Nivamız. Belə 2 qapılı Nivamız var. Bir də Chevrolet Nivamız var. Bu oyunu təzə yüklənmişəm. Sizinlə birlikdə bu oyuna baxacağıq. Bu oyunda çox sadə bir menüsü var. Yəni gördüyünüz kimi başqa bir nəsə eləməyə ehtiyac yoxdur. Oyun nədən ibarətdir? Oyun ondan ibarətdir ki, yəni burada baxın, Nivamızın rənglərinə baxaq. Hələ möhtəşəm rənglər var. Kim hansı yəni rəng xoşlayırsa seçib oynaya bilər. Meşə şəraitində, qarlı hava şəraitində fərqli, yəni hər bir formada olan Nivalarımız var. Təbii ki, biz öz rəngində qalırıq. Disklərimiz var, fərqli, möhtəşəm disklərimiz var. Baxın, yəni belə əla bir oyundur, həqiqətən də gözəl bir oyundur. Maşınımızın arxasına məsələn belə təkər qoya bilərik. Buferin dəyişməyi var. Var belə buferi yığmaq. Yəni fərqli vəziyyətlərdə biz Nivanı öz vəziyyətində sürək. Başqa heç bir dəyişiklik eləməyək. Başqa belə məsələn işıqlar qoya bilərsiniz. Başqa burada yəni damında bax belə dəyişiklik eləyə bilərsiniz. Yəni belə çox sadə bir oyundur. Çox gözəl bir oyundur. Başlayaq deməli. Bizə burada nə verir? Qarlı hava, meşə şəraiti. Bir yoxlayaq, baxaq görək biz oyunda bizi nə gözləyir? Aha. Neyniyəcəyik burada? Bax, görək burada neyniyəcəyik? Xəritə göstərir, baxın, yəni xəritə bizi göstərir, harasa getmək lazımdır. Yəni yolumuzu gedirik sadəcə olaraq. Yəni maşını sürüşməyə yox, sanki real bir vəziyyətdə maşın sürürsən. Meşə şəraitində, yəni Nivanı harda sürmək daha yaxşıdır, harda sürmək daha maraqlıdır. Qrafik sırf o şəkildə qurulub. Oyun, yəni əsas odur ki, oyun bax, yəni oyun reklam vermir. Yəni sən istəməyənə qədər reklam vermir. Bəlkə də verir, yəni mən reklam görməmişəm, yalan nə deyim. Yəni reklamın şahid olmamışam. Hardasa bir saatdır oyunu yükləmişəm. 1 saat ərzində yəni 2 dəfə oynadım ki, baxım görüm, yəni iqramın məzmunu nədən ibarətdir. Və belə anladım ki, yəni bu oyun belə deyək, meşə şəraitində, yəni Niva harda sürülməyi daha uyğundur, Niva maşını nə üçün çıxarılıb, yəni onu anlamaq üçün. Yəni asfalt maşını deyil, Niva maşını xoşlayır ki, dağlıq yerdə sürülsün.
belə meşəli yerdə sürülsün. Baxın, indi biz yoldan çıxacağıq. Yoldan çıxıb maşınımızı biraz da dağa, daşa salacağıq ki, görək maşınımız nə göstərir. Yəni super bir iqradır, həqiqətən də əla. Kim qurubsa çox gözəl qurub, çox əla qurulub. Belə. Qarajımıza dönək. Keçək. Burada belə bir etap da var deməli. Nivamız, baxaq, çıxa biləcək uranı. Çıxdı, əla, əla. Əla, qağacanı əla. Yəni, meşənin belə dumanlı olmağı. Bax, yəni, Nivanı aşmaq məsələsi gəlirsə, əsl kənd malıdır, olmayanlara qismət olsun, arkadaş. Kimin nə arzusu varsa, kimin nə maşın sevgisi varsa, hansı maşını istəyirsə, Allah onlara maşın qismət eləsin. Yəni, sağlıqla sürsünlər, əsas odur. Qəzadan, bəladan uzaq olsunlar. Bütün sürücülərimizə can sağlıq arzu edirik. Baxın, bax, keçək belə bir, burada deməli belə bir şərait var. Deməli, oyun nədən ibarətdir? Burada maraqlı bir, deməli, baxın, bizə elə bir ki, buranı göstərir, düzdürmü? Biz nə edəcəyik? Biz gedib elə bir ki, demək, gedib oradan odun gətirməliyik. Odun gətirəcəyik Nivamızla. Təbii ki, qoşqumuz var. Qoşqumuzu qoşmalıyıq ilk növbədə. Baxaq görək biz hara getməliyik. Buradan da qayıtmalıyıq. Gedib qoşqumuzu götürməliyik. Baxın indi demək. Üzr istəyirəm. Gedirik, demək, qoşqumuzu götürməyə. Yəni, Nivanın bu səsi, bunun xor-xoru möhtəşəmdir, möhtəşəmdir. Sizə möhtəşəmdir. Xəritəmizə baxaq, biz hardayıq. Hələ var. Hələ var. Sürmək lazımdır, tələsmək lazımdır. Uşaqlar. Onun deyə soyuqdan dönmüş uşaqlar. Baxaq, biz hardayıq. Az qalıb. Çatırıq.
Xəritəmizə baxaq yenidən. Öncə yuxarı çıxmaq lazım olacaq. Bəli, yuxarı çıxıb burada evimiz olmalıdır. Öncə yolunu geçsəydik daha yaxşı olardı bizi itirməmək üçün. Demək bizi yol hara aparacaq? Baxmaq istəyirəm görüm. Biz yol aparmalıdır harasa. Aha, evə gəldik, çıxıq. Yəni qrafika əsl qış qrafikasıdır. Körpə uşaqlar da oynaya bilər. Bizim burada qoşqumuz var, gördüyünüz kimi. Qoşqumuzu qoşuruq. Qoşqumuzu qoşduq. Gedirik belə, yəni evimiz üçün odun gətirməyə. Baxaq görək burada. Biz xəritədə hardayıq? Biz hardan getməliyik? Yolumuz çox uzaqdır, çox uzaqdır yolumuz. Məncə buradan yox, dönüb o bir tərəfdən getməyimiz daha yaxşı olar məncə. Baxaq xəritə, bəli. Bax, yəni belə sürməyə də bir maraqlıdır. Yəni ekranı elə düzəldiblər ki, ekran insan darıxmaq, sürmək istəyir, sürdükcə sürmək istəyirsən. Qablağın effektinə, yəni bilmirəm, yəni dəqiq hansı ölçüyə quraşdırıb bu ekranı, amma həqiqətən də maraqlı bir ekrandır. Xəritəmizə baxaq. Biz hardayıq? Çatmışıq demək olar ki. Bəli, biz çatmışıq. Sadəcə olaraq buradan biz hansı tərəfə getməliyik onu bilmirəm. Baxaq görək. Belə getməyimiz bizə göstərir. Aha, biz belə çıxmalıyıq. İndi burada çətin yollar görsənir. Yəni sanki Nivanın içində oturmuş kimi adama görsənir. Bu nədir burada belə? Bunu bilmədim. Kvasdır bu. Biz çatmışıq mı? Bəli. Yəni bizim gətirəcəyimiz nədir onu bilmədim. Biz kvas gətirməliyik. Mən arxaya verim görüm. Biraz arxaya verim. Burada biz qoşqunu buraxaq.
Biz kulasımızı aparırıq. Qoşqumuz burada qaldı. Təəssüflər olsun ki, qoşqunu nahaq yerə gətirdim. Eyb olmaz, kulasımızı aparaq. Qoşqunu da sonra gəlib götürəm. Yəqin ki, düz gedirəm. Baxın. Çoxuşum düz gedirəm. Bəli. Demək, gəldiyimiz yolu gedirik. Yəni, rulun fırlanmağı sanki özün sürürmüş kimi görsənir adama. Yəni, bu adama bir zövq verir. Həqiqətində əla. Kanalımıza abunə olun dostlar. Bizi izləmədə qalın. Daha təzə yeni videolar, yeni oyunlar tapıb sizə göstərmək bizim borcumuzdur. Yəni kanalın əsas məzmunu ondan ibarətdir ki, yəni biz çalışırıq ki, yeni oyunlar, baxın yəni maşın belə də sürmək var. Yeni oyunlar haqqında, yeni belə deyim, uşaq videoları, yəni ailə videoları, yəni kanalımızın məzmunu sırf bundan ibarətdir. Xəritəmizə baxaq, biz hardayıq. Məncə hələ var. Yoxsa yolu azmışam. Bax, şuraya buradan çıxa biləcəyik Nivandan. Yükümüz ağır olsa da, buradan kəsmə yolu var. Buradan çıxa bilərik. Belə gözəl dostlar.